Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. Sizlər üçün izah edəcəyim suallar REM test toplusundan fonetik təhlillə bağlı olan suallardır. Sual 1. Hansı fikir üçbucaq işarəsi qoyulan xanalardan heç birinə yazıla bilməz? İboğlu sözündə deməli tələffüz zamanı i düşəcək, şövkət olduğu kimi tələffüz olunur. Termoelastik sözdə olduğu kimi tələffüz olunur. Tərkibində v səsi var şövkət sözünün. Yazılış tələffüz fərqlənir, biboğlu sözü. Sözdə kəmiyyət dəyişikliyi baş verir, biboğlu. Tərkibindəki samitlərdən ən az birinin qarşılığı yoxdur. Biboğluda l-nın, termoelastik sözündə isə r, m, l samitlərinin qarşılığı yoxdur, yazıla bilər. Tələffüzündə səs artımı olur, heç birinə aid edilə bilməz, çünki heç birində səs artımı yoxdur. Eller-Venn diaqramda neçə fikir öz yerində deyil, yəni yanlışları tapmalıyıq. Bədbəxtlik sözündə t düşür, l d səsinə keçir, q i səsini verir. İstəyəsidir də t d-ya keçir, istiyəsidir, r düşür. 3 fərq var hər ikisində. Tərkibində t səsi yoxdur. Bu bir ortaq fikirdir. Heç birində t səsi yoxdur. Yazılış və tələffüz arasında bir fərqli məqam var. Yanlışdır. 3 fərqli məqam var. Tələffüzündə r səsi yoxdur. Ortada yazılıb. İstiyəsidir və bədbəxtlik. Heç birində r səsi yoxdur. Düz yazılıbdır və düzgün yerdədir. Eyni zamanda fikir düzdür. Saitlərdən ikisi incə və açıqdır. Bu bədbəxtlik sözünə aiddir. Çünki incə açıqdır. Amma istəyəsidir sözü istiyəsidir olur. Orada cəmi bir dənə incə açıq sait var. Və ortada yazılıb yanlış yerdədir, fikir səhvdir. Cingiltili və kar samitlərin sayı bərabər deyil. Bədbəxtlik sözündə 4 cingiltili 2 kar, istiyəsidir sözündə isə deməli 3 cingiltili 2 kar samit var. Bu fikirdə cingiltili və kar samitlərin sayı bərabər deyil, ortada yazılmalı idi əslində. Səhvdir. Tələffüzü saitlə bitir, istiyəsidir saitlə bitir. Bu istiyəsidir sözü haqqında doğru fikirdir və doğru yerdə yazılıbdır. Yanlış istənildiyi üçün 1, 2, 4, 5, say olaraq da istənildiyi üçün cəmi 4 fikir səhvdir. Yəni uyğunsuzluq yaradıbdır. Xəyali bir sözün fonetik təhlilinə aid 2 məlumatımız var. Tərkibində qapalı sait yoxdur, yəni i üstü 4, i, i, u, ü yoxdur. Tərkibində bütün samit səslərin qarşılığı var. Yəni orada l, m, n, r və h yoxdur. Söz tək hecalı deyil. Bu fikri əminliklə deyə bilmərik. Məsələn, dad sözünü nümunə olaraq yaza bilərik. Tək hecalı ola bilər və tərkibində qapalı sait yoxdur. Eyni zamanda samitlərin də qarşılığı var. Bunu əminliklə deyə bilmərik. Sözün tərkibində m səsi yoxdur. Bəli, tamamilə doğrudur. Çünki dedik axı l, m, n, r, h yoxdur. Söz ahəng qanuna tabedir. Bunu da əminliklə deyə bilmərik. Söz ahəng qanuna tabe ola da bilər, olmaya da bilər. Məsələn, əda sözü qapalı sait yoxdur. L, m, n, r, h yoxdur. Amma ahəng qanuna tabe deyil. Sözün yazışında l hərfi yoxdur. Bunu da əminliklə deyə bilmərik. Məsələn, gözlə sözünü yaza bilərik. Gözlə, tələffüz gözdə. Məni gözdə. Bu məqamda tələffüzdə təbii ki, l samiti yoxdur. Çünki l d-ya keçir. Eyni zamanda qapalı sait yoxdur. Tərkibindəki samitlərin də qarşılığı var. Gözlə, gözdə tələffüz olunduğu məqam yəni. Bunu da əminliklə deyə bilmərik. Sadəcə əminliklə deyə biləcəyimiz bir dənə fikir olur B-də. Cavab olur A variantı. Sual 4. Taxtabənd sözünün fonetik təhlilə bağlı uyğunluğu müəyyən edin. Taxtabənd olur. Burada d t-ya keçir. T da d-ya keçir. Taxtabənd. Eyni samit səsə iki məqamda rast gəlinir. Baxaq. Eyni samit səsə. Taxtabənd. T, t. Eyni samit səsdir. İki məqamda rast gəlinir. Bəli. Orada deməli taxtabənddə t burada var. T burada var. Səs olaraq t həm əvvəldə, həm sondadır. Eyni zamanda deməli sözün həm əvvəlindədir, həm də sonundadır. Doğru fikirdir. Burada yanlış yazıb uyğunsuzluqdur. Söz deməli kar samitlə başlayıb, kar samitlə bitir. T, karla başlayıb, karla bitir. Fikir olaraq doğrudur. Burada doğru yazıb uyğunluqdur. Üçüncüdə baxsaq, samit qoşalıqlarından yalnız birində samitlərin biri yazıldığından fərqli tələffüz olunur. Samit qoşalıqlarından taxtabənd. Orada hər ikisi n-dır, fərqli tələffüz olundu, n-t oldu. Taxtabənd x-t oldu, x-dır. İkisi də yazılışından fərqli tələffüz olunur, yəni qoşalıqlardan hər ikisində fərq var. Burada biri yazıb yanlışdır. Fikir olaraq da yanlış yazıldığı üçün qarşısında bu da uyğunluqdur. Söz hecalara taxtabənd şəklində bölünür. Fikir səhvdir, çünki sözün hecaları yazı üzərində aparılmalıdır. Burada tələffüz üzərində aparıb yanlışdır. Burada yanlış olduğu üçün uyğunluqdur. Sözdə iki məqamda keyfiyyət dəyişikliyi baş verir. Taxtabənd. Bəli, orada t-nın d-ya, d-nın da t-ya keçməsi var. Keyfiyyət dəyişikliyi iki yerdə var. Bu doğrudur. Burada yanlış yazıldığı üçün uyğunsuzluqdur. Cavab olur 2, 3, 4, Y variantı.
Sual 5. Sözün fonetik təhlilinə uyğun fikirləri müəyyənləşdirək. Həkk etmək sözü, bir də hökümdar sözü var. Həkk etmək qoşa kıllardır, kılgı tələffüz olunacaq. Hökümdar sözündə də hökmüdar arasına ü saytı, qapalı saytı əlavə olunacaq. Səs düşümü olur. Bu fikir yanlışdır, səs düşümü yoxdur burada. Tələffüzündə yalnız bir k səsi var. Deməli, həkk etməkdə kögü, doğrudur, bir k səsi var. Sözdə y samitinin cingiltili qarşılığı iştirak edibdir. Y samitinin özü cingiltili samitdir və onun kar qarşılığı yaza bilərdi. Həkk etmək burada k hissəsinə keçir. Amma cingiltili qarşılığı yox, kar qarşılığı yazsaydı doğru olardı. Y-nin özü cingiltilidir. Fikir olaraq bu yanlışdır. Hökümdar kimi tələffüz olunur. Deməli, hökmüdar yox, hökümdar. Orada k-dan sonra ü olmalıdır. M-dan sonra ü yox. Bu yanlışdır. Səs artımı hadisəsi baş verir, doğrudur. Hökümdar olur. 5 doğrudur, 2 doğrudur. 2, 5, B variantı. Kürəyə sözünün fonetik təhlilinə aid doğru fikri seçin. Deməli, ü səsinin sayını dəqiq demək olur. Kürəyə sözü iki cür tələffüz oluna bilər. Biri elə olduğu kimi kürəyə, bir də kürüyə. Kürüyə şəklində iki cür tələffüz oluna bilər. Ü səsinin sayını dəqiq demək olur, xeyr. Bir sözdəki, yəni bir məqamdakı, bir məqamda isə bir dənə ola bilər. Ə səsinin sayını dəqiq demək olarmı? Xeyr. Bir məqamda, yəni kürəyə də 2-dir, kürüyə isə bir dənədir. Vurğunun yerini dəqiq demək olmur. Bu da yanlışdır. Kürəyə hər ikisində vurğu sondadır. Dodaqlanan saitlərin sayını dəqiq demək olmur. Bəli. Kürüyə sözündə 2 dodaqlanandır, kürəyə sözündə 1 dodaqlanandır. Əminliklə deyə bilməyəcəyimiz cavab D-dir. Kar samitlərin sayını dəqiq demək olmur. Deməli, kürəyə sözü kürüyə ya da kürəyə fərqi yoxdur. Tələffüz zamanı istənilən məqamda sözdə bir dənə kar samit var. Bu fikirdə yanlışdır. Doğru cavab olur D variantı. Sual 7. Dincəldik sözündə altından xətt çəkilən hissəni dikcə şəkilsi ilə əvəzləsək sözdə hansı dəyişiklik baş verər? Deməli, dincəldik söz sonunda k hissəsinə keçəcəkdir. Dincəldikcə olsa olacaq k hissəsinə keçmiş, dincəldikcə bu şəkildə. Sözdə kar samit olar. Onsuz da kar samit var idi. Yəni orada dikcə olsa da, olmasa da dik sözündə onsuz da hissə, yəni kar samit var idi. Sözdə qapalı sayt iştirak edər. Onsuz da i qapalı sayt var. Vurğu sözün son hecasına düşər. Dincəldikcə. Xeyr, bu zaman artıq son hecaya düşməyəcəkdir. Bu yanlışdır. Sözdə y samitinin eyni zamanda dincəldik vurğu sondadır. Amma dincəldikcə vurğu artıq sona düşməyəcəkdir. Yəni, həmin şəkilçi əvəzləsək hansı sözdə dəyişik olar? Xeyr, sözün son hecasına düşər yox. Əvvəlcə düşürdü, dikcə olduqda düşməyəcək. Sözdə y samitinin kar qarşılığı iştirak edəcək. Onsuz da dikdə hissəsi var idi. Cingilti samitlərin sayı dəyişər. Deməli, cingilti samitlərin sayı dəyişər. Çünki burada c samiti cingiltildir və dikdən dikcə etsək artıq orada cingilti samitin sayı artacaqdır. Ona görə də doğru fikir olur E variantı. Daha sonra sual 8. Yaylaq sözü olacaq yaylaq, otlaq sözü olacaqdır. Otdaqlıdıya keçir qıxıya. Uyğun fikirlər istənilir bizdən. Tərkibində d səsi yoxdur. Yaylaqda d yoxdur, amma otdaqda var. Ona görə bir doğru yerdə yazılıbdır. Yazılış tələffüz arasında bir fərqli məqam var. Ortada yazıb ortaq fikir deyil. Çünki yaylaqda bir fərqli məqam var, amma otdaqda 2-dir. Sözdə kar cingilti samit cütlüyü var. T-dır, kar cingilti samit cütlüyüdür. Bu da otdaq sözünə aiddir. 3-də doğru yerdə yazılıb. Cavab olacaq 1, 3, D variantı. Yanlış fikri seçin. Yodlamaq olur. Yoddamaq şəklində. L-dıya keçir qıxıya. Xəbərçilik k-işə keçir. Dava sözü uzanmasına görə mənası dəyişən sözdür. Bizdən yanlış fikirlər istənilir. Sözdə 3 kar samit səs var. Deməli, baxaq. Yodlanmaq sözündə bir dənə kar samit var. Bu fikir səhvdir. Səhv istənildiyi üçün biri götürmüş oluruq. Tələffüzündə incisi samit qoşalığı var. Yodlamaq d-dır. Bu doğru fikirdir. Sözdə həm x, həm də i səsi var. Xəbərçilik, bu doğru fikirdir. Q samitinin kar qarşılığı iştirak edir. Q-nın kar qarşılığı k-dır. K samiti iştirak etmir. Bu səhvdir. Sözdə səs uzanmasının olmadığını əminliklə demək olmur. Bəli, dava sözü uzanırsa, dava, yəni dava müharibə mənasındadır. Dava uzanmırsa, dava dərman mənasındadır. Bilmirik uzanma var yoxsa yox. Yəni burada yazılan sözdə. Ona görə də yanlış istənildiyi üçün cavab olur 1, 4, A variantı.
Növbəti sual, hansı sözün fonetik təhlilinə aid fikir verilməyibdir? Tərkibindəki saitlərdən biri tələffüz zamanı düşür. Deməli, bu söz olacaqdır Xaloğlu sözü. Xaloğlu olur, A düşür. D-ni bura yaza bilirik. Aid edə bilirik birinciyə. Samitlərdən biri cingiltili qarşılığı kimi tələffüz olunur. Baxaq, xətt dad sözündə kar samit olan t cingiltili qarşılığı kimi tələffüz olunur. Y gedir. Tələffüzündə v səsi var, dövlətçilikdə v var. Dövlət olmur, v düşmür. Sonra kar samitlərin sayı cingiltilərə nisbətən çoxdur. Karın sayı çoxdur. Deməli, hidroakustik sözündə k, t, s, k və h 5 dənə kar samit var. D, r, 2 dənə cingiltili samit var. Bu da hidroakustik sözünə aiddir. Dozlaq sözü haqqında heç bir fikir olmadığı üçün cavab olur dozlaq. Növbəti 11-ci sual. Müəllim şagirdlərə tapşırır ki, fonetik təhlil aşağıdakı kimi olan sözü tapsınlar. Hansı sözü tapan şagird yanlış etməz, yəni doğru tapan istənilir. Yazışı və tələffüz arasında bir fərqli məqam var. Qoşa saitlər olduğu kimi tələffüz olunur, ahəng qanuna tabidir. Fəaliyyət sözü ahəng qanuna tabi deyil. Daha sonra A variantı gedir. Qoşa sait olduğu kimi tələffüz olunur deyir. Təəssüf sözü olduğu kimi tələffüz olunmur. Ənin biri düşür, digər uzanır. Təbiət sözündə də təbiət olur, olduğu kimi tələffüz olunmur. Qalır pauza və müəllimlik sözü. Yazılış tələffüz arasında bir fərqli məqam var. Pauza olduğu kimidir. Müəllimlikdə isə k hissəsinə keçir. Bir fərqli məqam sadəcə E variantındadır. Eyni zamanda müəllim olduğu kimi tələffüz olunur. Necə? Yəni ü-ə arasında heç daxil olmur və ahəng qanuna tabidir. Bütün fikirlər, yəni hər üç fikir aid edilir C variantındakı sözə. İonlu sözünün fonetik təhlili üçün yanlış olan hansı fikirlər itaət sözü üçün doğrudur? İonlu tələffüz olunur ionlu şəklində. İonlu şəklində. İtaətdə isə sadəcə A-da uzanma var tələffüzdə. Başqa bir fərq yoxdur. Səs artımı yoxdur. Bu ionlu sözü haqqında səhvdir. İtaət sözü haqqında düzdür. Bizə də lazım idi birinci səhv, ikinci düz olsun. Ona görə A-nı götürmüş oluruq. Yazılışı və tələffüz arasında bir fərqli məqam var. Bu ionlu sözü haqqında düz, itaət sözü haqqında səhvdir. Bunu götürmürük. Bizə ionlu haqqında səhv, itaət haqqında düz lazım idi. Tələffüzündəki samitlərdən biri yazılışında yoxdur. İonlu sözü haqqında düzdür. Çünki yazılışda y yoxdur, amma tələffüzdə y var. Bu düzdür. İtaət sözü haqqında səhvdir. Götürmürük. Eyni səsə iki məqamda rast gəlinir. İonlu sözündə n-nı, yəni 2 dənə n var. Bu itaət haqqında səhv, ionlu haqqında düzdür. Səs uzanması var. İonlu haqqında səhv, itaət haqqında düzdür. Cavab olur A-Y, B variantı. Hansı sözün fonetik təhlilinə aid ən az bir fikri dəqiqliklə demək olmaz? Deməli, fonetik təhlilinə aid ən az bir fikri dəqiqliklə demək olmaz. Qalınlanmaq sözündə qalınlanmaq olur, naümid olur, gəzəllər olur, söhbət olur. Diriyə sözünü isə iki cür düşünmək olar. Bir, diriyə, diriyə şəklində düşünə bilərik. Dirəyə, diriyə. Bir də dirəyə sözü olduğu kimi tələffüz oluna bilər və biz bunun fonetik təhlili haqqında fikirləri əminliklə deyə bilmərik. Yəni, ən az bir fikri dəqiqliklə demək olmaz dirəyə sözü haqqında. Çünki tələffüzü fərqlidir, amma digər sözlərin tələffüzləri yalnız bir cür düşünülür. Sual 14. Ovuculamaq sözünün fonetik təhlilinə aid doğru fikrin qarşısındakı xana qaradır. Qara. Deməli, yanlış fikirlərin qarşısındakı xanada isə ağ rənglə olmalıdır. Yanlış, 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 yanlış. Uyğunluq pozulan fikir istənilir. Sözümüz ovuculamaq sözüydü. Saitlərdən biri uzun tələffüz olunur. Bu fikir yanlış, uzanma yoxdur. Şəkilçilərin hər ikisinin tərkibində səs dəyişimi baş verir. Ovuc sözün kökü ovucla, ovuclamaq. Ovuclamaqda deməli c-çıya keçir. Ovuclamaq. Şəkilçilərin hər ikisinin tərkibində səs dəyişimi baş verir deyir burada. Qıda xıya. La və maq hər ikisində səs dəyişimi baş verir. Bu fikir doğrudur. Burada yanlış yazıldığı üçün bu olacaq uyğunsuzluq. Yəni plusa minus olduğu üçün şərt olur pozulmuş beydə. Sözdəki ilk və son samit cingiltilidir. Yanlışdır. Burada da yanlışdır. Yalnız bir şəkilçinin daxilində sonor səs var. Ovuc, da, maq. Burada sadəcə mağın tərkibində m var. Ovuc, damaq. Digərində l-dıya keçdiyi üçün sonor səs var fikri deməli
Sadəcə maq olandadır, maxa olandadır. Doğru fikirdir, qarşısına doğrudur. Səs və hərflərin sayı eyni deyil. Səhvdir, çünki səslə hərfin sayı bərabərdir. Uyğunsuzluq oldu B variantında. Növbəti baxırıq 15-ci suala. Dərslərdə bilmək istəyən də soruşurlar, yox. Test sınaqlar nə vaxt olacaq, sınaqlar nə vaxt olacaq müdavimlər soruşur. Ona görə məsələn əminlik keçən səfər yazanda Doğru yerdə yazılıbdır. Sonra sözdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verir. Aerodrom sözü, deməli aerodrom. Burada kəmiyyət fərqi yoxdur, yəni düşmə artma yoxdur. Bu yanlışdır. 2-nin yeri dəyişməlidir. Tələffüzündə sonur samit yoxdur. Söyüd dü olur. Burada sonur samit yoxdur, düzdür. Qoşa saitli olduğu kimi tələffüz olunur. Ümumiyyətlə işləyəsidir sözündə qoşa sait yoxdur. Bu da səhvdir. Sözdə yalnız bir o səsi var. Deməli koronavirus, koronavirus. Burada yalnız bir o səsi var. Bu da doğru fikirdir. 2 ilə 4-ün yeri dəyişməlidir. Yəni 4-də olan işləyəsidir sözü burada, aerodrom sözü isə burada olmalıdır. 2 və 4 cavab olur E variantı. Daha sonra sual 16. El-Venn diaqramındakı uyğunluğu müəyyən edin. Daşlıq, bir də yadlıq sözü. Daşlıq sözü olur daşdıq, lıdıya keçir, qıxıya keçir. Yadlıq sözündə isə olur yaddıq, yaddıq şəklində. Lıdıya keçir, qıxıya keçir. Daşlıq sözündə buradan yazım. Daşdıq şəklində tələffüz olunur. Vurğusu ikinci hecadadır. Daşdıq, yaddıq hər ikisi haqqında doğru fikirdir. Hər ikisində sona düşür. Ortada yazılmalıydı 1. Biri götürə bilmərik. Eyni səs müxtəlif hərflərlə ifadə olunubdur. Eyni səs daşdıq, dıdı eyni səsdir, amma dılı fərqli hərflərlə ifadə olunubdur. Yadlıq sözündə də deməli yaddıq, dıdı eyni səslərdir, amma dılı fərqli hərflərlə ifadə olunubdur. Bu fikir əslində ortada yazılmalıydı və 2 burada qıraqda yazıldığı üçün bu yanlış fikirdir. Hər ikisi haqqında olmalıydı, ortada olmalıydı ki, 3-ə baxaq. Şəkilçinin ilk səsi lıqdır, bir də lıq hər ikisində. T samitinin cingiltili qarşılığıdır. T-nınki də d-dır. Yaddıq, daşdıq. Doğrudur, hər ikisində d ilə ifadə olunubdur şəkilçinin ilk samiti. Ortadadır, doğru yerdədir. Sözün tələffüzündə kəmiyyət dəyişikliyi baş vermir. Hər ikisində kəmiyyət dəyişikliyi yox, sadəcə keyfiyyət dəyişikliyi var. J samitinin kar qarşılığı iştirak edir. J-nınki ş-dır. Heç birində iştirak etmir. Daha doğrusu daşdıqda iştirak edir. Yaddıq sözü haqqında yazıbdır. Bu yanlışdır. 2 cingiltili bir kar samit var. Baxaq. Yaddıq sözündə 3 cingiltili bir kar samit var. Yanlışdır. Cavab olur B bənd 3-4. Sözlərin fonetik təhlilinə aid doğru fikirdir. Deməli, yanıqlı, bir də yamanlıq sözü. Yanıqlı olur yanıqlı şəklində. Yamanlıq olur yamanlıq şəklində. Yamanlıq şəklində. Birinci sözdə T samitinin cingiltili qarşılığı yoxdur. Yanıqlı T samitinin cingiltili qarşılığı yoxdur. Eyni zamanda yamanlıq sözündə də yoxdur. Amma bizdən birinci söz soruşulur. Bəli, birinci sözdə T samitinin cingiltili qarşılığı yoxdur. Bu düzgün fikirdir. Sonra 2 sözdə də X samiti iştirak edir. Yanıqlı, yamanlıq doğrudur. 2 sözdə də vurğu sonu C-yə düşür. Yanıqlı, yamanlıq doğrudur. 2 sözdə də bir neçə məqamda keyfiyyət dəyişikliyi baş verir. Yanıqlıda 1 məqamdadır, yamanlıqda 2 məqamdadır. Ona görə 2 sözdə də bir neçə məqamda keyfiyyət dəyişikliyi baş verir fikri sadəcə ikinci söz haqqında doğrudur. Birinci söz haqqında yanlışdır. Burada da 2 sözdə yazıb, səhvdir. İkinci sözdə eynicəsi qoşa samitlər var. Yamanlıq n-nı var. Doğrudur. Birinci sözdə elə bir məqam yoxdur. Olur 1, 2, 3, 5. Variant olaraq A variantı. Ünvanlandırmaq sözünün fonetik təhlilinə aid deyil. Sözün tələffüzü olur ünvanlandırmaq. Burada l-nıya keçir. Q da x kimi tələffüz olunur. Ünvanlandırmaq. Sözdə 8 cingiltili bir kar samit var. Cingiltili samitləri saysaq, deməli n, v, 1, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 cingiltili samit var. X da kardır. Bu doğru fikirdir. 14 səs 14 hərfdən ibarətdir. Düzdür. Çünki səs dəyişimi, səs artımı yoxdur. Səs düşümü daha doğrusu.
Vurğu sonuncu hecədadır. Ünvanlandırmaq doğrudur. Deriş yazılış arasında iki fərqli məqam var. Q xıya keçir, L nıya keçir. Doğrudur. Sözdə eyni samit səs 5 məqamda işlənibdir. Baxaq. N ünvanlandırmaq. N. 5 məqamda yox. Burada deməli 4 məqamda N samitin təkrarlanması var. 5 yox, 4 məqamda. Səhv olan olur. Y variantı. Tündləşdirmək sözünün fonetik təhlillə bağlı fikirlər doğru, yanlış, doğru, yanlış, yanlış kimi sıralanmalıdır. Hansı variantda bu şərt pozulur? Baxaq. Deməli birinci olmalıdır. Doğru, yanlış, doğru, yanlış, yanlış. Görək hansında pozulub? Bir dəqiqə. Doğru, yanlış, doğru, yanlış və eyni zamanda çəkmişəm yanlış olaraq. D-yə yanlış, Y-yə yanlış. Baxaq görək hansında bu şərt pozulur. Tündləşdirmək də olur. Tələffüzünü yazaq. Tündləşdirmək şəklində. Söz sondakı bir dəqiqə gözləyin. Başqa səhvəyə getdi. Davam edək. Deməli, tündləşdirmək sözündə tələffüz olunacaqdır. Tündləşdirmək. Burada Q-da i səsinə keçmiş olacaqdır. Tündləşdirmək. Əslində burada tündləşdirmək. L-da D-yə keçmiş olacaq. Bunu da düzəldək. Tündləşdirmək. Sözdə kar cingilti samit cütlüyü var. T-dır. Bu doğrudur. 5 kar, 4 cingilti samit işlənibdir. Kar samit T, Ş, İ. Cingiltili samitlər N, D, R, M. Cingiltili samit 4'dür. Kar samit də 4'dür. Burada kar samiti 5 yazıb yanlışdır. Leksik şəkilçilərdən yalnız birinin tələffüzü yazışından fərqlənir. Tünd sözün kökü tündləşdirmək. Tündləşdirmək. Burada ləş-dəş olur. Yəni leksik şəkilçilərdən yalnız birinin tələffüzü yazışından fərqlənir. Bu da doğru fikirdir. Sözdə eyni hərflər müxtəlif səsləri ifadə edir. Hərf olaraq tündləşdirmək. Hərf olaraq deməli eyni hərflərimiz hansılardır burada? Tündləşdirmək. D var, tündləşdirmək. D. Hərflər eynidir. Amma müxtəlif səslər ifadə edir. Birinci D, T-nı, ikinci D olduğu kimi qalır. D-dır, T-dır tələffüz olunur. Eyni hərf müxtəlif səsi ifadə edir. Fikir doğrudur. Burada yanlış yazılıb, uyğunsuzluq buradadır. Bu sözdə Y samitinin cingiltili qarşılığı işlənibdir. Y samitinin cingiltili qarşılığı fikri yanlışdır. Çünki Y samitinin özü cingiltilidir. Onun cingiltili qarşılığı yoxdur. Fikir səhvdir. Qarşısında səhv yazılıb. Bu da uyğunluq pozulmayıb. Pozulan olur D variantı. Təşəbbüskarlıq sözünün fonetik təhlillə bağlı uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlışı tapmalıyıq. Təşəbbüskarlıq olur. Orada L R-ya keçir, Q da X-ya keçir tələffüzdə. Sözdə G samiti işlənibdir. Xeyr, kar keş şəkilçilərində K G-yə keçmir və burada G yoxdur, K var. 5 kar 4 cingiltili samit işlənibdir. 5 kar T, Ş, S, K, X. Düzdür, 5 kar var. Cingiltilərdən B, R cingiltilidir. Təşəbbüskarlıq deməli təşəbbüskarlıq R 2 dənədir burada. R, B, 4 dənə də cingiltili var. Doğrudur bu. 2-ni götürürük. Yanlışdan yanlışı seçməliyik. Sözdəki şəkilçilərin hər ikisinin tərkibində yazıldığı kimi tələffüz edilməyən samit var. Səhvdir. Çünki təşəbbüskarlıq sözündə kar olduğu kimi tələffüz olunur. Birindədir, hər ikisində yox. Sözün vurğulu hecası təşəbbüskarlıq son heca. Cingiltili samitlə başlayıb cingiltili samitlə bitir. Təşəbbüskarlıq cingiltili ilə başlayıb bəli X ilə karla da bitir. Bu doğrudur. Yanlışda yanlış 3, doğruda doğru 2, 2, 4, daha doğrusu 2, 3 olur C variantı. Ötürməyin sözünün fonetik təhlillə bağlı uyğunluğu müəyyən edin. Baxaq. Əminliklə demək olar, əminliklə demək olmaz. Sözdə həm dodaqlanan, həm də dodaqlanmayan sait işlənibdir. Ötürməyin sözü bir əmr şəklində olan fiil kimi işlənə bilər. Ötürməyin inkarda, bir də sənin ötürməyin məstər ola bilər. Ötürməyin tələffüz belə ola bilər. Ötürməyin.
Ötürmüyün. Ötürmüyün. Bir de ötürməyin olacaq. Ötürməyin. İki şəkildə tələffüz oluna bilər, iki cür düşünülə bilər. Sözdə həm dodaqlanan, həm də dodaqlanmayan sait işlənibdir. Əminliklə demək olar, dodaqlanan, dodaqlanmayan, ötürməyin, ötürmüyün. Əgər ötürmüyün şəklində tələffüz olunarsa, dodaqlanmayan sait olmaz orada. Sadəcə dodaqlanan saitlər olacaq. Ona görə də əminliklə demək olar, yox. Əminliklə deyə bilmərik. Bitişdirici samit cingiltilidir və incə saitlər arasında işlənib. Bitişdirici samitin orada olub olmadığını dəqiqliklə deyə bilmərik. Çünki orada magmək məstər olsa y vəzləməsi var. Amma mamə inkar şəkilcisi olsa, əmr şəklində olsa y bitişdiricisi olacaq orada. Bunu da əminliklə deyə bilmərik ki, orada bitişdirici var, yoxsa yoxdur. Sözdə yalnız dodaqlanan saitlər işlənibdir. Bunu əminliklə deyə bilmərik. Əgər ötürməyin olsa, yalnız dodaqlanandır. Amma ötürməyin həm dodaqlanan, həm dodaqlanmayan. Qrammatik şəkilçidə keyfiyyət dəyişikliyi baş verir. Burada magmək məstər şəkilçisi olaraq deməli olsa, ky əvəzləməsi olacaqdır tələffüzdə. Amma inkar şəkilçisi olsa, ötürməyin olacaqdır. Bunu da əminliklə deyə bilmərik. Məstər olsa yox, amma inkar şəkilçisi olsa, orada ə-üyə keçəcəkdir. Burada da keyfiyyət dəyişikliyinin baş vermədiyini əminliklə deyə bilmərik. Ona görə cavab olacaq 3-4. Yəni A variantı. Növbəti suala baxırıq. Sözün fonetik təhlillə bağlı klasteri tamamlayın. Şanlı şöhrətli olur. L-dıya keçir. Şanlı L-dan ı-ya keçir. Sözün yazışı və deyilişi arasında 3 fərqli məqam var. Bu fikir yanlışdır. 2 fərqli məqam var. Deməli biz yanlışları tapmalıyıq. Sözdə kar cingiltili samit cütlüyü işlənibdir. Şanlı, şöhrətli, t-dır. Bu doğrudur. Sözdə sait uzanması var. Yanlışdır. Burada heç bir uzanma yoxdur. Sözdə qarşılığı olmayan kar samit yoxdur. Şöhrətli sözündə, deməli, sözdə qarşılığı olmayan kar samit yoxdur. Səhvdə h var. H-nın cingiltili qarşılığı olmayan kar samitdir. Sözdə j samitin kar qarşılığı 2 dəfə işlənibdir. Söhbət ş-dan gedir, 2 dəfə işlənibdir. Səhv istənildiyi üçün cavab olacaq 2-3, yəni D variantı. 23. Hansı sözün fonetik təhlillə bağlı daha çox fikir verilibdir? Sözdə y samitin kar qarşılığı işlənibdir. Şirniklənmək burada var. Hiddətlənmək hissəsi burada var. Süslənmək hissəsi var burada. Biz burada C-ni, daha sonra B-ni, bir də Y-ni birinci aid edə bilərik. Sözdə t samitinin cingiltili qarşılığı işlənib. T-nınki d-dır. Şirniklənmək, hiddətlənmək, E-ni yaza bilərik bura. D var. Xoşluqla d-nı yaza bilərik bura. D var. Süslənmək, süslənmək. Burada da d var. B-ni də yaza bilərik. Sözün yazışı ilə deyilişi arasında 4 fərqli məqam var. Şaq, qanaq 2-dir orada. Süslənmək. Orada da süslənmək 3-dür, 4 deyil. Şirniklənmək. Orada da şirniklənmək 3-dür. Hiddətlənmək. Hiddətlənmək. L-dıya keçir, n-ya keçir. Hiddətlənmək. Orada da 3 fərqli məqam var. Xoşluqla l-dıya keçir, qıxıya l-lan olur. Bir dənə bu 4 fərqli məqamı D-ni yaza bilərik bura. Sözün deyilişi yazışı arasında 3 fərqli məqam var. Şaqqanaqda 2 idi. Şirniklənmək 3 idi. C-ni yaza bilərik bura. Hiddətlənmək 3 idi. Y-ni yaza bilərik bura. Sonra süslənmək B-ni də bura yaza bilərik. İncisli qoşa samitlər yazıldığı kimi tələffüz olunur. Qoşa qılar yox. Qoşa d-lar, incisli qoşa d-lar olduğu kimi tələffüz olunur. Yeni bura yaza bilərik. Bizdən istənilən bir fikrin daha çox yerdə işlənmə məsələsi idi. Baxaq görək daha çox hansı işlənibdir. C2 məqamdadır, D2 məqamdadır, B3 məqamdadır. Yeni isə birincidə, ikincidə, dördüncüdə və beşincidə var. Y daha çox fikirdə ödənildiyi üçün cavab olur E variantı. Sonra göz açıq sözünün fonetik təhlillə bağlı hansı yanlış fikirlər gerçəklik sözü üçün doğrudur? Göz açıqda ü düşür, qıxıya keçir. Gerçəklik ich səslər olur. Birinci haqqında səhv, ikinci haqqında düz olmalıdır. Sözdə səs düşmə hadisəsi yaşanır. Bu göz açıq söz haqqında düzdür, amma biz səhvi axtarmalıydıq. Sözdə 3 kar samit var. Göz açıq sözündə ç və x 2 kar samit var. Gerçəklik sözündə isə baxaq, deməli ç, ich 3 kar samit var.
Bu birinci haqqında səhv, ikinci haqqında düz olduğu üçün 2-ni götürürük. Söz zahınc qanuna tabedir. Göz açıq tabe deyil, amma gerçəklik tabedir. Bu da doğru uyğunluqdur. Söz cingilti samitlə başlayıb kar samitlə bitir. Göz açıq söz haqqında doğru olduğu üçün 4-ü götürə bilmərik. Cavab olacaq 2-3, yəni D variantı. İxtisaslaşma sözünün fonetik təhlilinə aiddir. Burada olacaq ixtisaslaşma şəklində. Sözdə yanaşı gələn kar samitlərdən heç birinin tələffüzü dəyişmir. X, T kar samitlərdə, amma T-dıya keçir. Bu səhvdir. Samitlərdən yalnız birinin qarşılığı yoxdur. İxtisaslaşma. Söhbət M samitindən gedir. Bu düzdür. Sözdə həm kəmiyyət, həm keyfiyyət dəyişikliyi baş verir. Kəmiyyət dəyişikliyi, baxaq, ixtisaslaşma. Kəmiyyət dəyişikliyi yoxdur, axı səs düşümü, səs artımı yoxdur. Keyfiyyət var, amma kəmiyyət dəyişikliyi yoxdur. 3 səhvdir. Saitlər ümumiyyətlə eyni sait qrupunda yer almırlar. Məsələn, burada I var, A var. Bunlar dodaqlanmayan saitlər cərgəsində eyni yerdə dura bilərlər. Bu yanlışdır. Eyni səslər müxtəlif hərflərlə ifadə olunubdur. İxtisaslaşma eyni hərfdir. Daha doğrusu eyni səsdir. İxtisaslaşma D-dır, amma müxtəlif səsdir. Biri T-dır, biri L-dır. Doğrudur. Götürürük. Deməli 2, 5. Cavab olacaq C variantı. Yazılışı doğru olan sözün fonetik təhlilinə aiddir. Meyit yanlışdır. Meyit olmalıdır. İllüziya ü ilə olmalıdır. Səhvdir. 2 növbəli sözü doğru yazılıbdır. İflic c ilə yazılmalıydı. Heyətdə bir y var idi. Doğru olan 2 növbəlidir. Bunun haqqında doğru fikir tapmalıyıq. Sözdə sait uzanması var. Xeyr, 2 növbəlidə yoxdur. Sözdə incə saitlə başlayıb incə saitlə bitir. 2 növbəli doğrudur. Cavab B-dir. Sözdə olan eyni cinsli qoşa samitlər olduğu kimi tələffüz olunur. 2 növbəli. Eyni cinsli qoşa samiti yoxdur orada. Sözün son samiti tələffüz zamanı son samiti deyir. Sözdə tələffüz son samit L-dır. Tələffüz zamanı kar qarşılığına çevrilir. Xeyr, L olduğu kimi qalır. Həm də onun kar qarşılığı yoxdur. Sözdə kar samitlər cingiltilərə nisbətən çoxdur. 2 növbəli sözündə bir dənə kar samit k-dır. Qalanları cingiltilidir. Səhvdir. Cavab olur B bəndi. Düzəltmə sözün fonetik təhlilinə aiddir. Tünlük sözü sadə sözdür. Fərsiz sözü sadə sözdür. Sarsıntı sadədir. Xoşbəxtlik mürəkkəbdir. Burada yedizdirmək sözüdür. Yedizdirmək. Burada ızdır bir şəkilcidir. Yedizdirmək. Düzəltmə sözdür. Sözdə yalnız bir d samiti var. Yedizdirmək. K 2'ye keçir orada. Bir d yox, 2 d samiti var. Söz kar samitlə başlayıb kar samitlə bitir. Y kar samit deyil ki, karla başlasın söz. Sözdə kar cingilti samitlərin sayı bərabərdir. Yedizdirməkdə cəmi kar samit bir dənə ixdir. Səhvdir, qalan cingiltilidir. Leksik şəkilcinin tərkibində səs dəyişməsi baş verir. Yedizdirmək leksikdə yox, məh hissəsi qrammatikdədir. Vurğu 4-cü hecəyə düşən söz ahəng qanuna tabedir. Yedizdirmək ahəng qanuna tabedir və vurğu sonuncu hecəyə, yəni 4-cü hecəyə düşmüş olur. Doğru fikir olur E variantı. Verilən fikrin hansı sözün fonetik təhlilinə aid olub-olmadığını dəqiq demək olmur. Sözdəki cingiltili samitlərin sayını dəqiq demək olmur. Sürdür sözündə sürmək, sürdürmək və tələffüz olduğu kimidir. Burada əminliklə deyirik ki, 3 cingiltili samit var. Daha sonra deməli qaldır sözündə qaldırmaq sözü, qaldan qaldır yaranmır. Qaldırmaq sözü sadədir və tələffüzdə də olduğu kimi qalır. Əminliklə deyirik ki, 4 cingiltili samit var. Daha doğrusu qılıdır. 4 yox, 5 cingiltili samit var. Satdır sözündə satdırmaq. Əminliklə deyirik ki, burada satdırmaqdır. Cingiltili 2 cingiltili var. Yonmaq, yondurmaq. Burada da əminliklə deyirik ki, y-n-dır. 4 cingiltili samit var. Qırdır sözü isə 2 cür düşünə bilər. Bir, qır isim, dır qrammatik şəkilçi olduqda tələffüzdə r düşəcək. Olacaqdır bu sözdə 3 cingiltili samit. Qırdırmaq feil kimi düşünsək, qır sözün kökü, qırdırmaqdır. Leksik şəkilçi olsa, artıq burada cingiltili samitlər tələffüz olduğu kimi qalacağı üçün qırıdır. 4 cingiltili samit var. Yəni 4 də ola bilər, 3 də ola bilər. Dəqiq bilə bilməyəcəyimiz cavab olur D variantında qırdırmaq sözü. Verilən fikrin hansı sözün fonetik təhlilinə aid olub-olmadığını dəqiq demək olmur. Bu da həmin tip sualdır. Deməli, burada dəqiq demək olmur. Sözdəki cingilti samitlərin sayını. Yoldurmaq sözü, deməli, burada yoldur sözü düşünmək olar.
demək olmur deyirdi. İndi isə demək olur. Bunun biraz əksini yəni tapmış olacağıq. Burada cingiltili samitin sayını dəqiq demək olmur. Amma bizdən olan istənilir. Üzdürmək feil kimi cingiltili samit olacaq z-dır. Amma üzdür isim kimi şəxs onluğu olduqda dır, r düşəcək, cingiltili 2 olacaq. Burada dəqiq deyə bilmirik. Dindirmək feil kimi r düşməyəcək, olacaq d, n, d, r. Dindir, məsələn, İslam dini dindir olsa, burada isim kimi şəxs onluğu r düşəcəkdir, cingiltili 3 olacaq. Burada dəqiq deyə bilmirik. Tutturmaq həm feil, həm də tut isim kimi şəxs onluğu qəbul etdikdə r-da isim kimi düşəcək, feil kimi düşməyəcək r samiti. Amma çöktürmək sözündə dır istənilən məqamda dır leksik şəkilçi olur və burada tələffüz dəyişməyəcəkdir. Burada əminliklə deyə biləcəyik ki, cingiltili samit var. Ona görə də doğru cavab olur D variantı. Sual 30. Sözlərin fonetik təhlil edərək ortaq və fərqli cəhətləri müəyyən edin. İnamsızlıqla olur. İnamsızlıqla şəklində. Image maker sözündə isə image maker orada deməli tələffüzdə sadəcə c kimi tələffüz olunacaqdır. Image maker. Baxaq. Ortaq cəhətlər. Vurğu 4-cü hecadadır. İnamsızlıqla. Burada l-lıqdadır. 1, 2, 3, 4-cü hecadadır. Image maker sözündə isə meydədir. 3-cü hecadadır. Bu, ortaq yox, fərqli xüsusiyyətdir. Sözdə cingiltili samitlər kar samitlərdən çoxdur. İnamsızlıqla sözündə n, 2, 3, 4, 5, 6. 6 cingiltili samit var. Image maker'də isə m, y, r. 4 cingiltili samit, 2 kar samit var. Bu hər ikisi haqqında doğrudur. Cingiltili çoxdur. Sözdə c samitinin kar qarşılığı iştirak edir. C-nınki ç-dır. Image maker'də ç var, lakin inamsızlıqda yoxdur. Bu fərqli xüsusiyyətdir. Sözdə kəmiyyət dəyişikliyi baş verir. İnamsızlıqla da kəmiyyət var. Amma image maker'də yoxdur. Bu da fərqdir. Cavab olacaq 2, 3, 4. 2, 3, 4, yəni D variantı. Birə baxırıq. Yatırlar isim. İsim deyirsə artıq l-rıya keçəcək. Olacaq yatırlar. Fonetik təhlilinə aiddir. Sözün vurğusunun fərqli hecalarda düşünmək olmaz. Deməli, bu doğru fikirdir. Çünki yatırlar vurğu sonda olur. R samitinin encisli qoşalığı yaradılıbdır. Bu da doğrudur. Yatırlar. Feil olsa amma yatırlar olardı. L samitinin encisli qoşalıq yaradıb yaratmadığını dəqiq demək olmur. Dəqiq demək olur ki, l yoxdur. Leksik şəkilçidə ır. Şəkilçidə yoxsa, qrammatik şəkilçidə keyfiyyət dəyişikliyi olduğunu dəqiq demək olmur. Dəqiq demək olur ki, deməli, yatırlar. Buradalar qrammatik olur, ır leksikdir. Leksik şəkilçidə yoxsa qrammatik şəkilçidə keyfiyyət dəyişikliyi olub olmadığını dəqiq demək olmur. Yox, dəqiq demək olur ki, orada şəkilçidə fərq var. Yəni, qrammatik şəkilçidə fərq var, leksikdə yox, qrammatikdə. Bu da bizdən nə istəyirdi? Doğru istənildiyi üçün 1-2 cavab olur E variantı. İttihamnamə və haqsızlıq sözlərinin fonetik təhlillə bağlı doğru fikirləri müəyyənləşdirək. Burada t-dıya keçir. İttihamnamə uzanma var. Deməli, A-da uzanma var burada. Haqsızlıq olur haqsızdıq şəklində. L-dıya, qıxıya keçir. Sözlərin fonetik təhlilində ortaq, sözlərin fonetik təhlilində fərq istənilir bizdən. Kar samitlərdən birinin qarşılığı yoxdur. İttihamnamədə və haqsızlıqda hər ikisində h var və hər ikisində kar samitinin cingiltili qarşılığı yoxdur. Bu ortaq fikirdir. A-nı götürəcək birinciyə. Sözdə səs uzanması var. Bu ittihamnamə söz haqqında düzdür. Digər haqqında səhv olduğu üçün fərqli xüsusiyyətdir. Söz uzanması şəkilçinin tərkibindədir. Deməli, ittihamnamə bəli şəkilçidədir. Bu da fərqdir. Fərq olaraq C-ni yazırıq bura. Sözdə kar cingiltili samit cütlüyü var. İttihamnamə t-dır. Haqsızlıq k-qı hər ikisindədir. D-ni yazırıq bura. Müxtəlif səslər eyni hərflərlə ifadə olunubdur. Müxtəlif səslər eyni hərf t-t, t-dır. Səs olaraq t-dır, hərf olaraq t-t. Haqsızlıq hərf olaraq q-qı, səs olaraq k-x. Bu hər ikisi haqqında doğru olduğu üçün cavab olacaq A, D, Y, B, C. Yəni C variantı. Daşıdır feilinin fonetik təhlilinə deməli aid deyil. Daşıdır bu zaman feil olduğu üçün daşıtmaq mənasındadır. Daşı, daşıt, daşıdır. Bizdən də səhv soruşulur. Sözün vurğusunu yalnız bir hecədə düşünmək olar. Daşıdır nə edir? Daşıdır
Bəli, yalnız bir hecədə düşünmək olar. Bu doğrudur. Sözün yazılışı və deyilişi eynidir. Bu da doğrudur. Heç bir fərq yoxdur. Daşıdır, daşıdır şəklindədir. Sözdə qrammatik şəkilçidə səs düşümü ola bilər. Xeyr, feil olduğu üçün daşı, daşıd, daşıdır. Burada daşı sözün kökü, daşıd, daşıdır. T qrammatik şəkilçisidir burada və qrammatik şəkildə səs düşümü, daha doğrusu qrammatikdir, səs düşümü ola bilər fikri səhvdir. Sözdəki samit səslərin sayı dəqiq demək olur. Doğrudur. Sözdə saitlərdən yalnız biri qalın dodaqlanmayan açıq saitdir. Söhbət burada gedir A-dan. A qalındır, dodaqlanmayan da açıqdır. Səhv fikir C-də idi. Sözlərin fonetik təhlilinə aid doğru fikirləri müəyyənləşdirək. Qanuna uyğunluq, l-ya keçir qıxıya, qanat, dam, maq, n-ya keçir qıxıya. Sözdə sait uzanması yoxdur. Bu doğrudur. Heç bir, yəni sait uzanması, baxaq. Qanuna uyğunluq yox, var. Qanuna uyğunluq, qanuna uyğunluq. Burada uzanma var. Yoxdur, fikri səhvdir, uzanma var əslində. Sözdə qarşılığı olmayan 4 samit səs var. N, n, n. Deməli, burada n, 2 n burada, ikisi də burada. Cəmi 4 dənə n samiti var və 4-ündə təbii ki, qarşılığı yoxdur. Bu doğru fikirdir. 2-ni götürürük. Sözdə kar cəngidi samit cütlüyü var. Qanat, dammaq, t-dır, doğrudur. Müxtəlif səslər eyni hərflə ifadə olunmuşdur. Müxtəlif səslər eyni hərf. Burada n-m müxtəlif səsdir. Tələffüzdə isə olur m-m. Səs olaraq eynidir, hərf olaraq biri n, biri m-dır, fərqlidir. Bu da doğru fikirdir. 4, 3, 2, 2, 3, 4 olur C variantı. Növbəti 35-ci sual. Testləşdirmə sözün fonetik təhlili haqqında səhv istənilir bizdən. Olur testləşdirmə. T düşəcək, l-dıya keçmiş olacaq. Testləşdirmə şəklində tələffüz olunacaqdır. Bizdən səhv istənilir. Eyni səs müxtəlif hərflərlə ifadə olunubdur. Testləşdirmə. Eyni səs d-dır, səs olaraq eynidir, amma hərflər fərqlidir. Biri l-dır, biri d-dır. Bu doğru fikirdir, doğru götürülmür, səhv istənilir. Sözün vurğusunu iki müxtəlif hecədə düşünmək olmaz, səhvdir. Testləşdirmə, inkarda olduqda vurğu dirdə, testləşdirmə, isim olduqda vurğu sonda olacaq. Bu səhv fikirdir. Kar samitlərin sayı cingiltililərə nisbətən çoxdur. Testləşdirmə. M, r, d, d. 4 dənə cingiltili samit var. Kar samit isə t, s, ş 3 dənədir. Ona görə də kar cingiltiliyə nisbətən çoxdur, yox, əksinə azdır. Saitlərdən yalnız biri incə dodaqlanmayan açıq saitdir. İncə dodaqlanmayan açıq sait. Ədən söhbət gedir, edən söhbət gedir. E, ə. Biri yox, 3 dənəsi. Bu da səhv fikirdir. Sözdə bir-biri ilə qarşılıq təşkil edən samitlər var. Testləşdirmə, t-dır. Burada yəni bir-biri ilə qarşılıq təşkil edən samitlər var. Ona görə də bu da doğru fikirdir, doğru götürülmür. Səhv istənildiyi üçün cavab olur B variantı. 36. Uyğunluğu müəyyən edin. Söz heyif, silənmək. Sözdə səs düşümü hadisəsi baş verir. Heyfsilənməkdə səs düşümü yoxdur. Sadəcə 2-2 keçir burada. Bu səhvdir. Biz səni silək. Ona görə biri götürə bilmərik. Daha sonra məşhurlaşmaq sözündə məşhurlaşmaq r-lıya keçir qıxıya. Sözdə uzun tələffüz olunan sait var, yanlışdır, uzanma yoxdur. Hərlənmək olur, hərrənmək. L-ya keçir n-ya, k-ya keçir. İki fərqli məqamda eyni səs müxtəlif hərflərlə ifadə olunubdur. Hərrənmək. Orada olacaq n-m fərqli hərf eyni səs. R-lı fərqli hərf eyni səs. İki fərqli məqamda eyni səs müxtəlif hərflə ifadə olunub. Bu doğru fikirdir. 3-ü götürürük. Tarazdıq l-dıya qıxıya keçir. Samitlərdən ikisinin qarşılığı yoxdur. Tarazdıq sözünə bir dənə r samitinin qarşılığı yoxdur. Çünki tələffüzə baxırıq. Və bu fikirdə samitlərdən ikisinin yox, birinin qarşılığı yox idi. Səhvdir. Ehtişamla sözü yeni qaydaya əsasən tələffüz olunur. Şam-nan şəklində. Köhnə qaydada isə ehtişamnan olur. Tərkibində t səsi yoxdur. Bu yeni qaydaya görə 5-ci fikir, deməli t səsi yoxdur. Yeni qaydaya görə doğru fikirdir. Yeni testə görə. Çünki EHT-da t-dıya keçir. Yeniyə görə doğru fikirdir. Köhnə qaydaya görə t-dıya keçməm məqamı var idi. Köhnə qaydaya görə səhv idi ki, t səsi yoxdur, yox, əslində var idi. Yəni, ümumiyyətlə, yeni qaydaya görə cavab burada 3-5 Y variantı olacaq. Amma yəqin ki, bu test
qayda dəyişmədən öncə tərtib olunduğu üçün yəqin ki, cavabı A veriblər. Yəni yanlışca götürüblər, amma yeni qaydaya görə cavab 3-5, yəni Y variantı olacaq. 37-ci sual. Soyudur sözün fonetik dəlili ilə bağlı nəyə əminliklə demək olar? Bu söz iki cür tələffüz olunur. Soyu, soyud, soyudur. Feil olanda tələffüz bu şəkildə olacaqdır. Bir də onun soyu, kökü mənasında olduqda, soy isim olduqda soyudu. Burada r düşəcək, iki cür təhlil eləmək olar. Vurğu sonuncu hecəyə düşür. Bunu əminliklə deyə bilmərik. Soyudur. Onun soyu, kökü olduqda vurğudur şəxs onluğuna düşməyəcək, amma soyudur feil kimi sona düşəcək. Əminliklə deyə bilmərik bunu. Bu yanlışdır. Tərkibində 3 cingiltili samit var. Soyudu sözü haqqında bunu deyə bilmərik. 2 dənə cingiltili var. Soyudurda 3 cingiltili var. Əminliklə deyə bilməyəcəyimiz fikirdir. Sözdəki bütün hecalarda 2 səs var. Soyudur. Əgər bunu isim kimi düşünsək, tələffüz zamanı soyudu. Tələffüzdə r düşəcəkdir. Eyni zamanda biz, yəni heca dedikdə biz yazıya baxmalıyıq. Sözdəki bütün hecalarda 2 səs var. Səs olaraq da baxsaq görərik ki, soyudur sözündə dır, orada r düşməyəcək. Yəni yenə də bunu ikili düşünmə məqamımıza görə əminliklə doğru deyə bilmərik. İsim kim olsa, o zaman tələffüzdə soyudu. Düzü, tələffüz əsasına baxa bilmərik hecaya. Yazı üzərində baxmalıyıq. Amma tələffüzdə də r-nın düşmə məqamı var ki, soyudurda, soyu kökü mənasında soyudu. Burada hər heca tələffüz üzərində baxsaq, hecada orada düşmə olacaqdır. Amma feil kimi düşmə olmayacaq. Bu yanlış fikirdir. Sözdə kar samit də var. Hər ikisi məqamda s orada kar samit var istənilən məqamda, ona görə doğrudur. Sözdə qarşılığı olmayan samit səs var. Qarşılığı olmayan, orada əgər isim kim olsa r düşəcəkdir, qarşılığı olmayan samit səs olmayacaq. Amma feil kimi r olacaq. Bunu da əminliklə deyə bilmirik. Cavab olur D variantı. Cədvəldə qarşı-qarşıya verilən sözlərin tərkibində samit səslərin sayı eyni olmamalıdır. Bunu nəzərə alaraq rəqəmlərin yerini ardıcıllıqla tamamlayın. Deməli, samit səslərin sayı eyni olmamalıdır. Baxaq, teatrşünas, funksioner. Burada t, t, r, ş, n, bir də s olacaqdır. T, t, r, ş, n, s. 6 dənə samit var. Funksioner sözündə isə f, n, k, s, y, n, r 7 dənədir. Çünki bura y girəcək əlavə. Burada samitlə səslərin sayı bərabər deyil. Digərinə baxaq. Gərginləşdirmə sözündə g, r, g, n, n, ş, d, r, m 9 dənə var. Deməli 9 dənə olanı götürə bilmərik. 2 hakimiyyətlik sözündə y düşəcəkdir. K, h, k, m, y, t, d, iş. Burada 8 olacaqdır. Bunu yaza bilərik. Hələ ki A variantı qalsın. Sonra deməli inamsızlıqla n, m, s, z, d, g, n, n inamsızlıqla bu da qala bilər. Peyğəmbərlik sözündə p, y, g, m, b, r, iş. Burada da deməli 8 olacaq. Burada 9 olduğu üçün 9 olmamalıdır. Yəni digər xanada 9 olmamalıdır. Sonra radio qəbul edici sözündə radio qəbul edici olur. D, r, y, g, b, l, d, c. Burada da 8'dir. Bir də sayın 1, r, d, y, g, b, l, d, c. Bəli, 8'dir. Bunu da yaza bilərik hələ ki. Gəlin digər sözə baxaq, çünki variantın ardı digər səhvədədir. Deməli, ikincidə hamılıqla h, m, l, x, n, n hamılıqla olacaq 6 dənə. Deməli, burada 6 dənə olmalı deyil. Aerodromda sözü r, d, r, m, d. Burada 5 dənədir. Bu da ola bilər hələ ki. Hazırlıqlı sözündə h, z, r, l, x, l 6 dənədir. Deməli, burada 6 dənə ola bilməz. Xoşbəxtlik sözündə t düşəcək. X, ş, b, x, xoşbəxtlik. D, iş. Burada 6 dənə olacaqdır. Deməli, biz bunu 3-cü sözün yerinə yaza bilmərik. 6 6-ya bərabər də 6 olmaz. Şərtləşmək sözündə t düşəcək. Ş, r, d, ş, m, iş. Burada da 6 olacaq. Ona görə B-ni də yaza bilmərik. Təkəbbürlə sözü t
T, K, B, B, R, N, N. 7-dir. Bunu yaza bilərik. Təbiət şünasda isə T, B, Y, T, Ş, N, S. 7 dənədir. Bunu da yaza bilərik. Elə cavab C olacaqdır. Çünki burada 7-dir. Burada təkəbbürlə də neçə saydıq? Deyəsən 7 saydıq. T, K, B, B, R, N, N. 7 saydıq. Bəli, 7-dir. Bura yaza bilərik. Peyğəmbərlik də 9 deyildi. Elə hər birinin ödəniləcəyi cavab C variantı olduğu üçün variant C olacaqdır. Yenə də A ilə B-ni üstə atmışıq variantdan. Burada 6 olduğu üçün ziddiyyətli sözündə Y düşür. Z, D, D, Y, ziddiyyətli, T, D. Burada da 6 olduğu üçün 6 ola bilməz. Daxil üçüncüdə bunu da atırıq. E-yə də baxsaq, ümumiyyətlə Y düşsə M, M, Y, T, ümumiyyətlə N, N. Burada da 6-dır. 6 olduğu üçün 7-də bu fikir pozuldu. Cavab olacaq C. Daha sonra növbəti suala baxaq. Hansı fikirdə verilən sözlərdən yalnız ikisinin fonetik təhlilinə aiddir? Pardaxlanmaq olur. Pardaxlanmaq. Əks kəşfiyyat Y-nın biri düşür. Ağsaqqallıq. Ağsaqqallıq. Burada X-ya keçir. Firavanlıqlıya keçir Q-ya. Vurğu sözün son hecasına düşür. Deməli, pardaxlanmaq sondadır, əks kəşfiyyat sondadır, ağsaqqallıq sondadır, firavanlıq sondadır. Bu hamısına aiddir. Götürə bilmərik. Kar samitlər cingilli samitlərə nisbətən azdır. Pardaxlanmaqda kar azdır. Əks kəşfiyyatda Y, əks kəşfiyyat F-ya keçir. V, Y. Burada kar samit çoxdur. K, S, K, Ş, T. Kar samit çoxdur bu sözdə. İkinci sözdə. Ağsaqqal sözündə isə ağsaqqallıq X, K, S. 3 dənə kardır. Q, ağsaqqallıq Q, Q, L, L. Orada cingilti samit çoxdur. Bunu aid edə bilmərik. Firavanlıqda da cingiltili çoxdur. Bu sadəcə bir sözə aid edildiyi üçün bunu götürə bilmərik. Bizə yalnız ikisi haqqında aid edilən istəyirdi. Tərkibində keyfiyyət dəyişikliyi olur. Keyfiyyət dəyişikliyi hər birində var. Hamısına aiddir. Sonra tərkibində kəmiyyət dəyişikliyi baş verir. Burada kəmiyyət dəyişikliyi heç birində yoxdur. Hamısında yox. Bir dənə kəşfiyyat sözündə var. Y düşür orada. İkisinə aid istənilirdi. Tərkibində V səsi var. Pardaxlanmaq yox. Əks kəşfiyyatda F-ya keçir. Bir də firavanlıqda V var. Bu yalnız ikisinə aid olduğu üçün cavab olur Y variantı. Vurğusu son hecə düşən sözlərin fonetik təhlilində ortaq fikirlərdir. Nikel vurğu əvvəldədir. Norma əvvəldədir. Pantomim vurğu sondadır. Obrazlı əvvəldədir. Olimpiyada burada A-dadır. Pansionat sondadır. Bizdən son hecə düşən soruşur. Yəni pansionat sözü. Bir də pantomim sözləri haqqında ortaq fikirləri götürəcəyik. Ahəng qarına tabi deyil. Pantomim İO var. Pansionat İO var. Bu doğru fikirdir. Tərkibindəki samitlərdən yalnız ikisinin qarşılığı yoxdur. Pantomimdə M, N, pansionatda N, N. Bu biri haqqında düz, biri haqqında səhvdir, ortaq deyil. Tərkibində kar samit yoxdur. Pantomim, pansionat hər ikisində P var. Səs və hərf tərkibi eyni deyil. Pantomim, bir də pansionat. Bu pansionat söz haqqındadır. Çünki orada Y əlavə olunur. Tərkibində D samitin kar qarşılığı var. D-ninki T-dır. Pantomim, pansionat hər ikisində T var. Bu doğrudur. 1-5 E variantı. Fonetik təhlili birdən çox formada düşünülə bilən söz deyil. Qızdırmaq sözü feil kimi olsa orada qızdır olduğu kimi tələffüz olunur. Amma qızdır, oğlandır. İsim olsa tələffüzə R düşəcək. Yəni bunu iki cür təhlil edə bilərik. Yazarlar sözü isim olsa olacaqdır. Yazarlar. Feil olsa olacaq yazarlar. İki cür düşünə bilərik. Sonra qaladır. Yəni tikili, qala, qız qalası. Qala mənasında olduqda tələffüzə R düşəcək. Amma qaladır neydir? Bu zaman R düşməyəcək. Yatırlar isim kimi olsa yatırlar. Feil kimi olsa yatırlar. İki cür düşünmək olar. Sızdır sözü isə sızdırmaq. Sadəcə feil kimi düşünülür və tələffüzü də olduğu kimi qalır. Bir cür düşünəcək. Cavab olur D variantı. Bu fikirlər hansı sözə aid ola da bilər, olmaya da bilər. Vurğu son hecaya düşmür. Tərkibində K səsi var. Deməli, mütləq sözü vurğu sona da düşə bilər, əvvələ də düşə bilər. Tərkibində K səsi var.
Tərkibində K səsinin olmağı mütləqdir. Mütləqdə K olur. Amma vurğu sonu hecəyə düşə də bilər, düşməyə də bilər. Ona görə buna aid ola da bilər, olmaya da bilər. Nahaq sözü olur nahaq. Sözün K səsi var. Vurğu sonu hecəyə düşmür. Yanlışdır, sona düşür. Ancaq vurğu əvvələ düşür və tərkibində K səsi var, səhvdir. Magnezium tərkibində K səsi var, səhvdir. Knockout tərkibində K səsi var, amma sona düşmür fikri səhvdir əminliklə. Mütləqdə isə vurğu həm sona, həm əvvələ düşdüyü üçün bunun haqqında doğru ola da bilər, olmaya da bilər, amma K səsinin olmağı mütləq idi. Anlaşıqlı sözün fonetik təhlilə bağlı hansı fikir səhvdir? Beşcillik sözü üçün isə doğrudur. Anlaşıqlı olur. Anlaşıqlı. Anlaşıqlı. Digərində isə 5 cilt. 5 cilt dik lıdıya keçir köyə. Yazılışı tələffüz arasında 3 fərqli məqam var. Anlaşıqlı sözündə anlaşıqlı 2 dənə fərqli məqam var. Digərində isə 3 fərqli məqam var. Birinci səhv, ikinci haqqında düz olduğu üçün biri götürürük. Tərkibində K cingiltli samit cütlüyü var. Anlaşıqlıda yoxdur, amma 5 ciltlikdə T-dı var. Bu doğrudur. Birinci haqqında səhv, ikinci haqqında düzdür. 2-ni götürürük. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Anlaşıqlı. Səs olaraq n-nı, hərf olaraq n-lı. Fərqli hərf, eyni səs. Bu birinci haqqında doğru olduğu üçün 3-ü götürə bilmərik. Müxtəlif səslər eyni hərflə ifadə olunubdur. Eyni hərflə anlaşıqlı. Burada müxtəlif eyni hərf deməli l-lıdır. Fərqli səslərdir, amma anlaşıqlı n-lıdır. Bu birinci haqqında düzdür, götürə bilmərik. Cingiltili samitlər karlara nisbətən çoxdur. Birinci söz haqqında düzdür, çünki bir də cəmi 2 kar var, 3 cingiltili var. Birinci haqqında düz olduğu üçün 5-də götürmürük. Cavab olur 1-2 A variantı. Daha sonra sual 44. Tərifə layiq sözündə tərifə layiq K kimi tələffüz olunacaq. Sözünün fonetik təhlilə bağlı fikirlərdən yanlış olanın qarşısındakı xana qaradır. Yanlış, 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 yanlış. Doğru olan qarşısındakı xana isə ağ rəngdə olmalıdır. Bunu bilərək hansı məqamda uyğunluğun pozulduğunu tapın. Deməli, tərkibində saitlərin ikisi uzun tələffüz olunur. Tərifə layiq. Layiqdə də uzanma var. Tərifə layiq. 2 dənə uzanma var. Ədə də uzanma var. Tərkibindəki saitlərin ikisi uzun tələffüz olunur. Fikri düzdür. Bu uyğunluqdur. Sözdə yalnız 2 cingiltili samit var. Tərifə layiq. Y, L, R. 3 cingiltili samit var. Səhvdir. Sözdə Q səsi var. Tərifə layiq K səsidir. Q səsi yoxdur. Sözdə D samitin cingiltili qarşılığı iştirak edir. D-nın özü cingiltilidir. Cingiltili yox, kar qarşılığı olsaydı düz olardı. Bu fikir səhvdir. Cingiltili D-nın özü cingiltilidir. Cingiltili qarşılığı olacaqdır. Sözlərdən birinin qarşılığının hərfi işarəsi yoxdur. Deməli, samitlərdən daha doğrusu birinin qarşılığının hərfi işarəsi yoxdur. Burada K-dan söhbət gedir. K-nın da əlifbada hərf işarəsi yoxdur. Bu doğru fikirdir. Yanlış yazıb, uyğunluq pozulub Y-də. Ən çox sual işarəsinin yerinə yazıla biləcək sözdür. Cingiltili samitlərin sayı kar samitlərdən çoxdur. Riyakar sözündə cingiltili 3, kar samit bir dənədir. B-ni bura yaza bilərik. Rişxənd sözündə deməli kar daha çoxdur. Yaza bilmərik. Safürəhli sözündə S, F, İ, kar çoxdur. Daha sonra testləşdirmə sözündə isə cingiltili çoxdur. D-ni yaza bilərik. Təbiət şünaslıq sözündə T, Ş, T, təbiət şünaslıq 4 dənə kardır. Cingiltili B, Y, N, U, təbiət şünaslıq burada 4-4 bərabərdir bir-birinə. Bunu yaza bilmərik. Tərkibində uzun tələffüz olunan sait yoxdur. Rişxənddə uzanma yoxdur. Riyakar uzanma var. Kar samit, daha doğrusu uzanma başqa. Safürəhlidə yoxdur. Testləşdirmədə yoxdur. Eyni zamanda təbiət şünaslıqda da yoxdur. Sonra kar samitlə bitir. Rişxənd, A-nı yaza bilərik bura. Riyakar yox. Təbiət şünaslıq, Y-ni bura yaza bilərik. Cingiltili samitlə başlayır. Rişxənd, A-nı yazarıq. Riyakar, B-ni yazarıq. Safürəhli yox. Testləşdirmə yox. Təbiət şünaslıq yox. Bizdən nə istəyirdi? Ən çox sual işarəsinin yerinə yazıla biləcək fikir. A-nı 3 yerə yazdıq. Elə ona görə cavab olacaq A variantı. B-ni 2 yerə yazdıq. Sonra C-ni 1 yerə, Y-ni 2 yerə, D-ni də 2 yerə yazmışıq. Ən çox A variantı yazıldı. Riyakar. Daha doğrusu rişxənd sözü. Rəng bərəng olur. Rəng, bərəng, rəngarəng,
olacaq elə rəngarəng. G-yə keçir sonuncu. Tərkibində həm G samiti, həm də onun kar qarşılığı işlənibdir. Birinci sözdə G samiti ümumiyyətlə yoxdur, ona görə ortaq ola bilməz. Yazılışı ilə tələffüz arasında iki fərqli məqam var. Birinci söz haqqında düz, ikinci söz haqqında səhvdir. Çünki bir fərq var ikincidə. Ortaq ola bilməz. Tərkibindəki saitlərdən biri uzun tələffüz olunur. Deməli, rəng-bərəngdə yox, rəngarəngdə uzanma var. Bu doğrudur. Biri haqqında düz, biri haqqında səhvdir. Tərkibində G samiti yoxdur. Birinci sözdə G samiti yoxdur. Çünki G-lar 2-yə keçmişdir. İkincidə G var. Birinci haqqında düz, ikinci haqqında səhvdir. Fərqdir. 3-4 A variantı. Rastlaşmaq. T düşür, L-dıya keçir, Q-xıya keçir. Düz istənilir bizdən. Tərkibində qrammatik şəkilçi var. Maq burada qrammatik şəkilçidir. Eyni zamanda bizdən fonetik təhlillə bağlı düzgün fikri soruşur, amma qrammatik şəkilçi var, yoxdur. Bu morfoloji deməli sözün tərkibinə görə, təhlilinə görə baxa bilərik. Amma bizdən fonetik təhlillə bağlı düz soruşduğu üçün bunu, yəni fonetik təhlillə bağlı doğru götürə bilmərik. Çünki qrammatik şəkilçi fikri düz olsa da fonetik təhlil haqqında düz deyil. Sözdə T samitinin kar qarşılığı iştirak edibdir. T-nın özü kardır. T-nın necə kar qarşılığı ola bilər ki? Yazılış və tələffüz arasında iki fərqli məqam var. Rastlaşmaq T düşdü, L-dıya, Q-xıya keçdi. Üç fərqli məqam var. Samitlərdən yalnız ikisinin qarşılığı yoxdur. Rastlaşmaq. R ilə M-nın. Düzdür? Cavab D-dir. Vurğusunu fərqli hecalarda düşünmək olar. Xeyr, rastlaşmaq sadəcə bir hecada düşünmək olar. Daha sonra 48-ci suala baxırıq. Qatır sözünü lar şəkilçisi artırdıqdan sonra doğru və yanlışı tapmalıyıq. Qatır bir isim ola bilər, bir də qatır feil ola bilər. Ola bilər qatırlar, bir də qatırlar. İki cür düşünə bilərik. Qatırlar. Baxaq. Sözün vurğusu fərqli hecalarda düşünülə bilər. Bu doğrudur. Qatırlar. Burada deməli qatırlar feil olaraq vurğu 2-də olacaq. İsim olaraq vurğu 3-də olacaq. Bu doğru fikirdir. A-nı yaza bilərik birinciyə. Sözün fonetik təhlili fərqli formalarda aparıla bilər. Bu da hər ikisi haqqında doğru fikirdir. Sözün tələffüzü fərqli formalarda düşünülə bilməz. Bu yanlışdır. Az öncə dedik, axı düşünülə bilər. Bu hissəni silim artıq. İki variantları yazanda qarşılıq olmasın. Sonra deməli C-ni baxdıq deyil. Sözün fonetik təhlili bir formada aparıla bilər. Bu yanlışdır. Dedik, axı iki cür düşünə bilərik. D-ni yanlışa yazacağıq. Sözün tələffüzündə incəsi qoşalıq yaradan samitlərin hansı olduğunu dəqiq demək olmaz. Bəli, L, L mı, yoxsa R, R mı olduğunu dəqiq bilmirik. Ona görə A, B, Y, C, D olacaq A variantı. Fonetik təhlilə bağlı uyğunluğu müəyyən edin. Sözün hecalara bölünməsi tələffüzə görə aparılır. Yanlışdır. Burada doğru yazılıb. Yəni yazıya baxırıq. Sözün fonetik təhlili onun vurğusundan heç vaxt asılı olmur. Bu yanlışdır. Məsələn, elə bayaq qatırlar sözü vurğu 2-də olsa olacaqdır. Deməli, feil, vurğu sonunda olsa olacaq isim, təhlil ona görə aparılacaq. Burada da yanlış yazılıb, uyğunluq B-dədir. Səs sonması yazılış və tələffüz arasında fərq hesab olunur, fikri səhvdir. Burada doğru yazılıb. Sözün tələffüzü zamanı samitlərin sayı azala və ya çoxala bilər. Doğrudur, səs düşümü, səs artımı ola bilər. Burada yanlış yazıb. Sözün fonetik təhlili tamamilə onun tələffüz üzərində aparılmalıdır. Yanlışdır. Hecadır, vurğudur, ahəng qanunu yazı üzərində aparılır, axı tələffüzdə yox. Burada doğru uyğunsuzluqdur. Cavab B bəndidir. Rəqəmlərin yerinə ardıcıllıqla yazılmalıdır. Yazılışı və deyilişi arasında 3 fərqli məqam var. Xarranmaq, bu yazıla bilər. Sonra tələffüzündə uzanma yoxdur. Bir də yazılış və tələffüz arasında yalnız bir fərqli məqam var. Qıyıq gözdür də, qıyıq gözdür. Qıyıq gözdür, L-dıya keçir. Bir fərqli məqam yoxdur, ona görə nədir? A-nı götürə bilmərik dəqiq olaraq. Sonra xəstələnmək, izotop, ləngərlənmək. Yazılış tələffüz arasında 3 fərqli məqam. Xəstələnmək. 3 fərqli var. Tələffüzündə səs uzanması yoxdur. İzotopda yoxdur. Ləngərlənməkdə ləngərlənmək. 3 fərqli məqam var. Bir soruşurdu. B-ni də yaza bilmərik. Birincidə 3, üçüncüdə isə bir fərq baxaq. Deməli, xəyanətkarlıq sözündə xəyanətkarlıq bizdən 3 fərqli məqam deyirdi. Lakin burada xəyanətkarlıqda 2 fərqli məqam var. Sonra gözlənməyən, gözlənməyən, L, D-ya, N, M-ya, Ə-ya keçir 3 fərqli məqam var. Həm söhbətdə uzanma yoxdur. Humanistcəsinə T düşür.
humanistcəsinə. Burada sadəcə t düşür, bir dənə fərq var. Bütün tələblər D-də ödənildi. İyonlaşdırmaq sözündə y daxil olur. İyonlaşdırmaq. Y, l-ya keçir, 40-ya keçir. 3 fərqli məqam var. Qlobusda uzanma yoxdur. Limonadda isə 2 fərqli məqam var. Bizə bir fərq istənilirdi. Cavab olur D bəndi. Fərqləndirilən hissələri fonetik təhlil edərək bütün oxşar və fərqli cəhətləri tapın. Tabi, siz, dik, l-ya keçir, k, y-ya keçir. Çünki özündən sonra sait var. Yaradıcılıq həvəsi. Burada 40-ya keçir. Qalın saitlərlə cingilti samitlərin sayı bərabərdir. Qalın sait, tabi, siz, dik. Orada A, bir dənədir qalın. Cingilti samit amma 2 dənədir. Ona görə də bu ortaq ola bilməz. Birinci söz haqqında səhvdir. T samitinin kar qarşılığı sözdə iştirak edir. T samitinin kar qarşılığı fikri ümumiyyətlə səhvdir. Çünki T-nın özü kardır, onun kar qarşılığı yox, cingilti qarşılığı olar. Ona görə 2 ola bilməz. 3-ə baxaq. Sözün səs və hərf tərkibində keyfiyyət dəyişikliyi var. Bəli, hər birində orada hərflərin fərqli səsə keçməsi var. Bu ortaqdır. Daha sonra tərkibində 2 leksik şəkilçi var. Tabisizlik. Burada deməli tabisizlikdə 2 leksik şəkilçi var. Yaradıcılıq sözündə yarat, yaradıcı, yaradıcılıq. Burada da 2 fərqli məqam var. Sadəcə bizdən fonetik təhlil soruşur. Fonetik təhlil soruşduğu üçün bunu fonetik təhlil aid edilmədiyi üçün baxmırıq. Bu sözün tərkibinə görə təhlil aiddir. Sonra yalnız qalın sait uzun tələffüz olunur. Qalın sait uzun tələffüz olunur. Baxaq. Tabisizlik. Orada uzanma var. Yaradıcılıq sözündə isə yalnız qalın sait uzun tələffüz olunur. Tabisizlik. Yox, orada E-də də uzanma var. 2 yerdə uzanma var. Tabisizlik. Yalnız qalın sait uzun tələffüz olunur. Fikri səhvdir. Sözdə 2 məqamda səs uzanması müşahidə olunur. Bu tabisizlik haqqında düzdür. Yaradıcılıqda ümumiyyətlə uzanma olmadığı üçün fərqdir. 3-6 olur A variantı. Sonra 52. Vurğusu sonuncu hecədə olan sözün fonetik təhlilinə aiddir. Menecer vurğu əvvəldədir. Pasport vurğu əvvəldədir. Qızılgül 2-dədir. Enerji sondadır. Deməli, enerji haqqında düzü tapmalıyıq. 2 hecə eyni samitlə başlayır. Enerji yanlışdır. Tərkibindəki saitlərin ikisi qalın, biri dodaqlanandır. Dodaqlanan sait yoxdur. Ş samitinin cingiltili qarşılığı iştirak edir. R var. Doğrudur cavab C. Samitlərdən üçün qarşılığı yoxdur. Burada N ilə R-nın ikisinindir. Birincisi samit qurşalığı var. Xeyr, yoxdur. Cavab olur C variantı. Çatdır feildirsə, deməli çatdırmaq şəklində tələffüz olunacaq. Vurğu 2 hecədə düşünmək olar. Xeyr. Çatdı kimi tələffüz olunur. Xeyr. İsim kimi, sifət kimi olsaydı çat, necə çat, o zaman d, r düşərdi, amma feil kimi yox. İndiki zaman şəkilçisi tələffüzdə dəyişmir. Burada indiki zaman şəkilçisi yoxdur. Çatdır, dır orada leksik şəkilçidir. Sözdə keyfiyyət dəyişikliyi baş vermir. Doğrudur burada. Deməli, olduğu kimi tələffüz olunduğu üçün nə keyfiyyət, nə kəmiyyət dəyişikliyi yoxdur. C samitinin cingiltili qarşılığı işlənibdir. Z-nın cingiltili qarşılığı yoxdur. Çünki C-nın özü cingiltili samitdir. Yazsaydı ki, C samitinin kar qarşılığı işlənib, bu zaman doğru olardı. Cavab oldu D variantı. Sual 53. Hansı variantda sözün fonetik təhlili ilə bağlı verilən fikirlərdən yalnız biri doğrudur? Sözün tərkibində hansı samitin incisli qoşalıq yaratdığını dəqiq demək olmur. Çaparlar sözünü keçir düşünmək olar. Çaparlar, bir də çaparlar. Sözün tərkibindəki samitin də r yoxsa l olduğunu dəqiq deyə bilmirik. Vurğusu müxtəlif cür düşünmək olar. Bəli, feil kimi 2-də, isim kimi 3-də olacaq vurğu. Bütün saitlər qalındır. Xoşbəxtsən. Bu yanlışdır. Deməli, orada incə sait var. Tərkibində d samitinin kar qarşılığı yoxdur. T-dan söhbət gedir. Xoşbəxtsən, T düşür. Və T yoxdur, bu doğrudur. Bir səhv, bir düz elə B variantıdır. Tərkibində K səsi var. Nahaq, bu doğrudur. Qalın saitlər nahənci, bu da doğrudur. Saitlərdən biri uzun tələffüz olunur. Qovurmada uzanma yoxdur. Vurğusu yalnız bir hecədə düşünmək olar. Xeyr, qovurma 2 cür düşünmək olar. Tac söz haqqında tərkibində bir kar samit və bir cingiltili samit var. Tac, bu doğrudur. Söz cingiltili samitlə bitir. Tac, doğrudur. Olduğu kimi tələffüz olunur. Yazılışı düzgün olan sözlərin fonetik təhlili ilə bağlı ortaq fikirləri müəyyən edin. Kulminasiya səhvdir. Kulminasiya olmalıdır. Əlbisə, əlbəsə olmalıdır. Bu səhvdir. İstəyəsidir. Doğrudur.
Camaşırxana doğrudur. Deməli, biz iki söz haqqında ortaq fikir tapmalıyıq. Ahənc qanunu gözlənilmişdir. Hər ikisinə gözlənilib. Vurğu sonuncu hecada deyil. İstəyəsidir. Deməli, istəyəsidir. Camaşırxana. Camaşırxanada vurğu sonunda da axı burada deyir sonuncu hecada deyil. Səhvdir. Tələffüzündə həm kəmiyyət, həm keyfiyyət dəyişikliyi baş verir. Camaşırxanada keyfiyyət dəyişikliyi, camaşırxana. Nə kəmiyyət, nə keyfiyyət yoxdur. Tələffüzündə r səsi var. İstəyəsidir. Burada r düşür. İstəyəsidir. Camaşırxanada olsa da istəyəsində r yoxdur. Yalnız bir. Yəni olur E variantı. Verilən birləşmələrin fonetik təhlili ilə bağlı doğru və yanlış olma baxımından uyğunlaşdırın. Burada sait gəldiyi üçün t-dıya keçəcək olacaq n, f-dı. Digərində samit gəldiyi üçün t düşəcək olacaq nef şəklində. İlk sıradakı altından xətt çəkilən sözdə samit düşümü baş verir. Bu fikir səhvdir. 1-ə y yazmalıyıq. 1-ə y yazılacaqdır. İkinci sırada altından xətt çəkilən sözdə samit düşümü baş verir. Burada samit gəldiyi üçün düşmüşdür. Bu doğru fikirdir. Fərqləndirilən sözlərin tərkibində kar samitin sayı eynidir. Deməli, neft, nef, f, bir dənə kar samit var. Bu da doğrudur. Birinci yanlış, ikinci və üçüncü doğru. Cavab olur D variantı. Verilən sözün fonetik təhlilə bağlı bütün halları nəzərə almaqla klasseri tamamlayın. Ahənc qanuna tabidir, gəlirlər, düzdür. Bu iki cür tələffüz oluna bilər. Biri var, yəni iki cür gəlirlər, gəlirlər, feil kimi. Bir də gəlirlər, isim kimi. Gəlirlər. Sözün vurğusunun yerini dəqiq demək olmur. Doğrudur, iki cür düşünmək olar. Feil kimi 2-də, isim kimi 3-cü hecədə olacaq. Tərkibində qarşılığı olmayan 4 samit var. Gəlirlər, l, r. Gəlirlər, r. Deməli, r, l. Hər ikisinin məqamında 4 cingiltili samitin qarşılığı olmayacaq. Bu da doğrudur. Sözün yalnız 2 hecasında l samiti var. Gəlirlər, gəlirlər. İsim kimi ümumiyyətlə bir dənə yerdə var, 2 məqamda yox. Bir hecədə olacaq. Hansı samitin incisi qoşaq yaratan dəqiq demək olur? Xeyr. Ya r-rı, ya l-lı dəqiq deyə bilmirik. 1-2 D variantı. Hansı söz bütün sual işarəsinin yerinə yazıla bilər? Tərkibində d samitin kar qarşılığı var. D-nın kar qarşılığı t-dır. Süd yox, zəhmətkeş d-nı yaza bilərik bura. Tanışdıq, deməli t. B-nı yaza bilərik bura. Sonra dodaqaltı yeni yaza bilərik bura. Sözün tələffüzündə keyfiyyət dəyişikliyi baş verir. Keyfiyyət, süd yox, zəhmətkeş yox, tanışdıq, bunu yaza bilərik. Dövriyyədə, deməli, bir dəqiqə nə istəyirdi bizdən? Keyfiyyət. Yəni, hərfin fərqli səsə keçməsi, dodaqaltı yeni yaza bilərik bura sadəcə. Tərkibində x samitinin cingiltili qarşılığı yoxdur. X-nın qarşılığı ğ-dır. Burada ğ ümumiyyətlə heç birində yoxdur. A-da yoxdur, B-də yoxdur, dövriyyə, dodaqaltı. Bir dənə burada var, dodaqaltı qığıya keçir. Y-dən başqa hamısını yaza bilərik. A, B, C, D yaza bilərik. Kar və cingiltili samitlərin sayı bərabər deyil. Süddə bərabərdir, yaza bilmərik. Zəhmətkeşdə Z, M, 2 kardır. Demək, daha doğrusu Z, M, 2 cingiltilidir. Kar, H, T, Ş, K. Kar çoxdur. Bərabər olmayan D-ni yaza bilərik. Kar cingiltili samitlərin sayı bərabər deyil. Dövriyyədə Y-nın biri düşəcəkdir. D, V, R, hamısı cingiltilidir. Kar və cingiltili samitlərin sayı bərabər deyil, deyil. Burada ümumiyyətlə kar samit yoxdur. Tanışdıq sözündə isə deməli T, Ş, X kardır. Tanışdıq ilə N da cingiltilidir. Tanışdıq D daha doğrusu. Kar cingiltili samitlərin sayı bərabər deyil. B-ni də buraya yaza bilərik. Bizdən nə istəyir? Hansı söz bütün sual işarələrinin yerinə yazıla bilər? Gördüyümüz kimi B-ni hər birinə yaza bildik. Ona görə də cavab olacaq. Tanışdıq B bəndi. Sözlərin fonetik təhlilə bağlı uyğun fikirləri müəyyənləşdirək. Aerodromda, bir də teatrşünas. Aerodromda sözü tərkibində dodaqlanmayan, qapalı, incə sait var. Söhbət burada gedir. Ümumiyyətlə dodaqlanmayan, qapalı, incə sait idi. Amma aerodrom sözündə i saiti yoxdur. Biri götürə bilmərik. Sözdə 5 cingiltili samit var. R, D, R, M, D. 5 cingiltili samit var. Teatrşünasda isə T kar daha doğrusu R, N. 2 dənə cingiltili var. Sadəcə aerodrom söz haqqında düzdür. 2-ni götürürük. Sözdə bir-biri ilə qarşılıq təşkil edən samitlər var. T, D, yaxud da ki, B, P, Q, K nəzərdə tutulur. Kar cingiltili samit cütlüyü bu da.
Burada yoxdur. İncə saitlərdən yalnız biri dodaqlanan və qapalı söhbət ü-dən gedir. Doğrudur. Tələffüzündə səs artımı, heç birində səs artımı yoxdur. Cavabı 2-4 olur. E variantı. Daha sonra baxaq 60-cı suala. Sözü Q ilə bitir, Q ilə tələffüz olunur. Doğru ola bilməz, yəni səhv istənilir, amma bu doğru ola bilər. Düzü götürmürük, səhv istəyir bizdən. Sözün tərkibində Y samitinin cingiltili qarşılığı ola bilər. Y-nın özü cingiltilidir. Bu fikir səhv fikirdir. Çünki Y-nın özü cingiltilidir. Onun necə cingiltili qarşılığı olsun ki? Sözün son samiti Y kimi tələffüz oluna bilər. Son samiti, məsələn, sözün sonu Q ilə bitibdir və sözün sonu Q samiti ilə sait gəlir və sait gəlsə Q kimi tələffüz oluna bilər orada. Əgər söz çiçək sözüdür, sözün sonu Q ilə bitdi, özündən sonra sait ilə başlayan bir söz gəlsə, məsələn, çiçək ətri, bu zaman tələffüzdə Q kimi tələffüz olunmuş olacaq, çiçək ətri. Bizdensə deyir ki, deməli, əgər xəyali bir söz Q samiti ilə bitirsə, bu sözün fonetik təhlili ilə bağlı neçə fikir heç bir halda doğru ola bilməz. Burada söz sonu Q ilə bitdikdə, yaxud da ki, məsələn, başqa bir söz deyək, yenilik arzusu yaza bilərik. Yenilik arzusu. Bu sözdə sait gəldiyi üçün tələffüzdə Q-yə keçəcək. Sözün son samiti Y samiti kimi tələffüz oluna bilər fikri. Ona görə heç bir halda doğru ola bilməz. Yox, doğru ola bilər. Yəni özünə sonra sait gəlsə. Samitlə bitir heç bir halda deyir, amma özünə sonra sait gəlsə ola bilər. Bu fikri götürə bilmərik. Sözün son samiti K kimi tələffüz oluna bilər. Aptek yazılar. Aptek tələffüz oluna bilər. K kimi tələffüz oluna bilər. Burada da oluna bilməz istənilir, götürə bilmərik. Sözün son samiti X kimi tələffüz oluna bilər. Xeyr, heç vaxt. Sözün sonu Q ilə bitirsə X ilə tələffüz oluna bilməz. Q ilə bitəndə X ilə tələffüz oluna bilər. Bilər fikri səhvdir burada, bilməz olmalıydı. Burada cəmi 2 fikir, yəni heç bir halda doğru ola bilməz. Nə X kimi tələffüz oluna bilməz ki, nə də Y-nın cingiltili qarşılığı ola bilməz, çünki Y-nın özü cingiltilidir. Yəni burada doğru cavab əslində 2-5, 2 fikir B variantıdır. Amma cavab olaraq C qeyd olunub, yəni C yanlışdır. Cəmi burada 2 fikirdir. Ona görə doğru cavabımız olacaq B variantı. Sual 61-ə baxırıq. Firavanlıq sözünün fonetik təhlilinə aiddir. Firavanlıq sözündə A-da uzanma var. L-niyə keçir, Q-da X-ya. Deməli yazaq. Söz kar samitlə başlayıb kar samitlə bitir. Bu doğrudur. F ilə başlayır, X ilə bitir. Sonra sözdə qarşılıq olmayan 3 samit səs var. Firavanlıq, N, R. Bu doğrudur. 2 düzdür. 2-ni götürürük. Daha sonra sözün tərkibində kəmiyyət dəyişikliyi baş verir. Kəmiyyət yox, keyfiyyət var. Deməli, çünki say fərqi yox, sadəcə hərfin fərqli səsə keçməsi var. Saitlərdən yalnız biri incə dodaqlanmayan açıqdır. İncə, A, incədir yox. İ incədir, dodaqlanmayan açıq. Bu heç birinə aid deyil. Deməli, A-lar çünki qalındır, I da qalındır, İ də incədir, dodaqlanmayandır, amma açıq deyil, qapalıdır. Bu ümumiyyətlə heç birinə aid deyil. Sözdə kar cingiltili samit cütlüyü var, firavanlıq F-V var. Bu da doğrudur. Cavab olur 1-2-5, yəni A variantı. Baxırıq 62-ci suala. Marşrut sözünün fonetik təhlilə bağlı səhv fikri müəyyənləşdirək. Marşrut şəklində tələffüz olunur. Marşrut şəklində. Sözdə 3 cingiltili 2 kar samit var. M, R cingiltilidir, Ş, T kardır. Bu doğru fikirdir. Söz cingiltili samitlə başlayıb kar samitlə bitir. M ilə başlayır, T ilə bitir. Düzdür. Vurğu ikinci hecadadır. Marşrut. Bu doğrudur. Sözdə səs artımı baş vermir. Səhvdir, baş verdi axı. Sözdə 2 dodaqlanan U, bir dodaqlanmayan qalın sait var. A-dan söhbət gedir. Bu da doğrudur. Cavab D-dir. Doğru fikirləri müəyyənləşdirək. Deməli, onomastika, bir də operetta. Burada nə istəyir? Doğrunu özür istəyirəm. Baxaq. Vurğulu hecəyə qədər olan saitlər dəyişikliyə məruz qalır. Vurğu İK-dan əvvəldədir. Onomastika olur. Vurğulu hecəyə qədər olan saitlər dəyişikliyə məruz qalır. Yəni, onlar A-ya keçir burada. Bu doğru fikirdir. Sözün vurğusu 3-cü hecədadır. Bu da doğru fikirdir.
Cingiltili samitlər kar samitlərdən çoxdur. Burada kar samit, onomastika, k, t-sı, kar cingiltili isə n ilə m-dır. Əksinədir, burada kar çoxdur. Operator sözündə o aya keçir, t-nın da biri d-ya keçir. Qoşa samitlərdən ikincisi cingiltili qarşılığına keçir, t, operetta. Bu doğrudur. Vurğu son hecadadır. Operetta. Orada vurğu son hecada deyil, operetta. Orada e-nin üzərindədir. Bu da səhvdir. Doğru olan 4, doğru olan 1, 2. 1, 2, 4. Yəni cavab olur B variantı. 64-ə baxırıq. Pərvazlanmaq olur, pərvazdanmaq. Orada l, pərvazdanmaq. L-dıya keçir, n-mıya keçir, qıxıya. Toxtamaq, t-dıya, qıxıya keçir. Fonetik təhlillə bağlı ortaq istənilir. Vurğu 3-cü hecadadır. Pərvazlanmaq sondadır. 4-cü hecadadır, ortaq ola bilməz. Sözdə t samitin cingiltili qarşılığı iştirak edir. T-nınki d-dır, hər ikisində d var, düzdür. Sözdə incəsi samit qoşalığı var, toxtamaqda yoxdur. Pərvazlanmaq haqqında düzdür. Sözdə qarşılığı olmayan bir samit səs var. Toxtamaqda 1-dir. Pərvazlanmaqda qarşılığı olmayan pərvazdanmaq 3 dənədir. Bu ortaq deyil. Sözdə keyfiyyət dəyişikliyi baş vermir. Keyfiyyət dəyişikliyi baş vermir. Əksinə hər ikisində keyfiyyət dəyişikliyi baş verir də, çünki hərflərin fərqli səsə keçməsi var. Cavab B bəndidir. Yuvarlanmaq olur, yuvarlanmaq, l-rıya, n-mıya, qıxıya keçir, yerri, yataqlı şəklində olur. Sözdə l səsi yoxdur. Nə istəyir bizdən? Fərqli xüsusiyyətlər. Deməli, l səsi yoxdur. Yuvarlanmaq, yerri, yataqlı. Birincidə yoxdur, ikincidə var. Bu fərqli xüsusiyyətdir. Ona görə biri götürürük. Sözdə qoşa r səsi var. Yuvarlanmaq, yerri, hər ikisində var. Götürə bilmərik. Sözdə q səsi yoxdur. Yuvarlanmaq, yerri, yataqlı, hər ikisində yoxdur. Götürə bilmərik. Bunu ortaqdır. Sözdə 2 kar samit var. Yuvarlanmaq sözündə, deməli, 1 kar samit var. Yerri, yataqlı, 2 kar samit var. T ilə x. Biri haqqında düz, biri haqqında səhvdir, fərqdir. Cingiltili samitlər kar samitlərdən çoxdur. Yuvarlanmaqda kar samit 1 dənədir. Yerli yataqlıda da kar samit 2 dənədir. Təbii ki, hər ikisində cingiltili çoxdur. Bu da oxşardır, fərq deyil. Cavab 1-4 A variantı. Verilən xüsusiyyətlərə uyğun sözü tapın. Vurğu son hecadadır. Sözdə 3 fərqli məqam var. Söz kar samitlə başlayıb kar samitlə bitir. Deməli, tələskən sözünü atırıq, çünki sözün sonu cingiltili ilə bitir. Parabolanı atırıq, sözün sonu saat ilə bitir. Sözləşmək karla başlayıb karla bitir. Digərlərinin hər ikisi karla başlayıb karla bitir. 3 fərqli məqam. Sözləşmək 2 fərqli məqam var burada. Tozdanmaq 3-dür. Şişmanlıq burada da 2 fərqli məqam var. 3 fərqli məqam, vurğu son heca və kar samitlə başlayıb karla bitən olur Y variantı. Sonuncu 67-ci suala baxırıq. Səmimiyyətlə sözünün fonetik təhlilinə aiddir. Səmimiyyət nə olur? Deməli, burada y-nın biri düşəcəkdir, l də nə olacaqdır, səmimiyyətlə. Sözdə uzun sait yoxdur, səmimiyyətlə səhv uzanma var. Sözün son şəkilçisi 2 hərfli 3 səslidir. L burada tələffüz olacaqdır, nən, son şəkilçi, səmimi, səmimiyyət, səmimiyyətlə. L 2 hərflidir, l-ə, hərf olaraq nən, 3 səslidir. Fikir düzdür. Sözdə qoşa samitlər var. Səmimiyyətlə y düşübdür, artıq qoşa samit yoxdur tələffüzdə. Yalnız incə dodaqlanmayan açıq saitlər var. Orada qapalı sait də var, axı i sait də var. Söz kar samitlə başlayıb saitlə bitir, xeyr, samitlə bitir, n ilə bitir, səhvdir. Və doğru cavab olur B variantı. Belə dəyərli müəllimlər, sualların izahı bu qədər. Hələlik.